Qarpızın insan orqanizminə faydalı olması üçün onun təbii mövsümündə, yəni iyulun ortalarından başlayaraq avqust ayı ərzində istehlak olunması tövsiyə olunur. Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məsəti Hüseynova Today Press TV-yə danışarkən deyib. Onun sözlərinə görə həmin dövrdə yetişən qarpızlar daha təbii olur, qida dəyəri yüksəkdir və orqanizmə faydalı təsir göstərir. Ekspert bildirib ki, mövsümdən əvvəl satışa çıxarılan qarpızlar ya istixanalarda yetişdirilir, ya da digər isti ölkələrdən gətirilir. Bu zaman onların daşınmasında və saxlanılmasında bəzi hallarda kimyəvi maddələrdən istifadə oluna bilər. Stat: Həssas qrupdan olan azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar yalnız mövsümündə yetişən qarpızlardan istifadə etməlidirlər. Əgər kimyəvi müdaxilələr çox deyilsə, xaricdən gələn qarpızlardan da az miqdarda istifadə etmək mümkündür. Lakin sağlamlıq üçün maksimum fayda əldə etmək istəyiriksə, yerli və təbii mövsümdə yetişən qarpızlara üstünlük verilməlidir. Statın sonu. Qida mütəxəssisi vurğulayıb ki, qarpızın tərkibində A və C vitaminləri, həmçinin güclü antioksidant olan likopin maddəsi var. Buna görə giləmeyvə xərçənglə mübarizədə və immun sisteminin gücləndirilməsində xüsusi rol oynayır. Stat: Qarpız kalorisi aşağı olduğu üçün asan həzm olunan qidalar sırasındadır. Eyni zamanda liflə zəngin olduğu üçün həzm sisteminə də faydalıdır. Ancaq süni və qeyri-mövsümi şəkildə yetişdirilən qarpızlar sağlamlıq üçün ciddi təhlükə yaradır. Kimyəvi maddələrlə yetişdirilən, tərkibində nitrat səviyyəsi yüksək olan qarpızlar allergik reaksiyalar, həzm pozğunluğu, qarın ağrısı, şişkinlik və zəhərlənməyə səbəb ola bilər. Diabet xəstələri və insulin dirənci olan şəxslər də qarpızı miqdarla qəbul etməlidirlər. Soyuq şəkildə çox qəbul edildikdə isə mədə iltihabına yol aça bilər. Statın sonu. Məsəti Hüseynova tövsiyə edib ki, istehlakçılar iri ölçülü, parlaq rəngli, günəş altında uzun müddət qalmayan qarpızlar almalıdırlar. Türkan İskəndərli, Today Press TV.